Sizə belə bir sual vermək istəyirəm və xahiş edirəm bunu mənimlə birlikdə düşünəsiniz. Nə üçün Quran-ı Kərimdə Allah Teala insana, ailəsi və onun möhkəmliyi üçün dua edirkən belə buyurur: Ey Rəbbimiz, bizə gözümüzü aydınladan zövcələr və nəsillər bəxş et. Bu duaya heç rast gəlmisiniz? Bu duanı özünüz edirsinizmi? Gəlin biraz daha dərindən düşünək. Nə üçün Allah Azze və Cəllə bizə demir: Ey Rəbbimiz, bizə zövcələrimiz və nəsillərimizlə səadət bəxş et. Nə üçün səadət istəməyimizi buyurmur? Nə üçün demir: Ey Rəbbimiz, bizə zövcələrimiz və nəsillərimizlə mutə, yəni keçici zövq ver. Nə üçün mutə, nə üçün səadət bu duada yer almır? Bəs ayədə keçən qurrata a'yun, yəni göz aydınlığı nə deməkdir? Biz ailəmiz üçün dua edərkən doğrudanmı göz aydınlığı istəyirik? Biz dua edərkən belə deyirik: Ey Rəbbimiz, bizə gözümüzü aydınladan zövcələr və nəsillər bəxş et. Elə deyilmi? İndi gəlin fərqi anlayaq. Səadət gəlib gedəndir. Bugün xoşbəxtsən, sabah isə yox. Mutə, yəni keçici zövq də müvəqqətidir. Bugün bir şeydən zövq alırsan, sabah o zövq sönür. Amma ayədə keçən qurrata a'yun tam fərqlidir. Bu sözün mənası davamlılıqdır, sabitlikdir, möhkəmlikdir. Biz bunu bugün ailə sabitliyi adlandırırıq. Deyirik, filankəsin ailəsi möhkəmdir, arxayındırlar. Başqa bir ailə isə qarışıqlıq içindədir, nizamsızdır, davamlılıq üzrədir. Nə üçün? Çünki bu duanı etmirlər. İndi anlayırsınızmı bu duanın nə qədər mühüm olduğunu? Allah Azze Cəllə bu duanı qəbul edərsə, ailədə problemlər olsa belə, Allaha and olsun ki, o problemlər sabitliklə və əmin amanlıqla əvəz olunacaq. Çünki qurrata ayn deyildikdə, insan bu mənim göz aydınlığımdır söylədikdə, demək istədiyi budur. Onun barəsində qəlbi rahatdır, arxayındır, münasibət davamlıdır, möhkəmdir. Odur ki, bu duanı çoxaldırıq və belə dua edirik: Ey Rəbbimiz, bizə nə səadət verən, nə də keçici zövq bəxş edən zövcələr, nəsillər deyil, bizə gözümüzü aydınladan zövcələr və nəsillər bəxş et.